Salam və vaxtınız xeyir olsun dostlar. Deməli bugün 26 oktyabr 2025-ci ildir. Ardada təxminən 13 gündən çox baxış keçirmirəm. Biraz keçə bilmirəm. Şimdi baxaq. Bu mənim ən son elədiyim bölmədir. Təxminən bu bölməni avqust ayının sonunda eləmişdim. Hazır anarı vermişdim. Ardının cinsi İtalyan arısıdır. 2 qapalı yumurta ilə vermişdim. Həmin vaxtı təxminən arıların da çox zəif olduğu bir dönəm idi avqust ayı. Seytozun gəlmədiyi, gənənin həddən artıq çox olduğu bir vaxt idi. Yəni elə də güclü bölmə olmadı bari. Hal-hazırdakı vəziyyətinə baxaq. Ona deyim ki, varlıq və gələsinə görə, həmçinin sayıcı arılara görə bəzi kolonilərdə həddindən artıq zəifləmə oldu. Və hətta çərçivə qaldırıram. Sayıcı arıları yenə də burada çərçivə üzərində qorunur. Deməli bu ortadakı çərçivədir. Burada az bir yumurta var. Həmçinin bu tərəfdə bir yumurta sahəsi var arının. Onu da deyim ki, İtalyan arısı balı həddindən artıq çox istifadə edən arıdır. Yəni İtalyan arısına qışa girəcəksə, yem ehtiyatını çox saxlamaq lazımdır. Sakit cinsli, adamı incitmir. Anarısı da buradadır. Onu da deyim ki, bu arının bal ehtiyatında yəni hiss ediləcək qədər azalma var. 3 çərçivədə ikisində yumurta var hazırda. Üçüncü çərçivəsinə baxaq. Yəni araya qeyri-adi bir şey olmasa, xəstəlik falan düşməsə, var inşallah qışı sağ-salamat çıxa bilər. Burada da çox gözəl çiçək tozu var. Həmçinin bal ehtiyatı var, amma yumurta yoxdur. Yəni 3 çərçivəli arıda 2 çərçivəsində yumurta olması normaldır, yaxşıdır. Gənə yükü çox olmasa arıdan və koloniya güclü olsa, sadəcə arılarına qarşı, şey arılarına qarşı koloniya özü rahat mübarizə apara bilir. Şimdi yanındakı koloniya göstərim. Bu koloniya bakması cinsidir. Bunu 4 çərçivədə sıxlaşdırmışam mən. Təxminən 15 gün əvvəl. Baxaq vəziyyətinə. Bu alınma keçdi, amma təxminən 20 gün əvvəl qoymuşam. Heç yarısını yeyib bitirməyib arılar. Amma öz hazırladığım keki arılar 10 gün içərisində tamamilə qurtardılar. Yəni məncə artıq bundan sonra alınma keç vermərəm arılara. Burada çox gözəl çiçək tozu var. Amma bal ehtiyatı zəifdir. Bu yumurtalı çərçivə. Bir adet yumurtalı çərçivə, çiçək tozu. Bu arının da qida ehtiyatı azdır. Bakması arasında İtalyan arısıdır. Bu arılara bir qədər çox bal saxlamaq lazımdır. Bu da ikinci çərçivə, yumurtalı çərçivə. Bal kəməri var amma düşündüyümdən azdır. Və blok çərçivədə nə var? Çərçivə qaldırmaq istəmirəm, pisliyə yoxdur. Amma burada yumurta yoxdur, sadəcə baldır. İndi bal ehtiyatı bu vaxtda zəif olan arıya şəkər şərbəti vermək məncə doğru deyil. Çünki arı onsuz da zəifdir. Arıya şəkər şərbəti verib bir də onu qidalanması, bala çevirməsi bir qədər arını əldən salacaq. Əgər şəkər şərbəti verirsə də içərisində bal qatmaq lazımdır. Məncə bu arıya bir qədər bəsləmə eləmək lazımdır. Burada da bu cür ballı çərçivələr qoymuşam. Əgər ehtiyac olarsa arılar daşısın deyə. Keçək olur çərçivəyə. Bu il mənim kolonilərim çox zəif oldu. Birinci səbəb əlbəttə gənədir və gənəyə qarşı vaxtında edilməyən mübarizə. Burada da yeni vəziyyətdir. Kekin çox az hissəsini yiyirlər. Ortun bir çərçivəyə baxaq. Arının yumurta vəziyyətinə baxaq görək. Arının bal ehtiyatı normaldır. Burada az bir yumurta var.
Bu içində bir dənə yumurta var. Seytoz normal. Seytozu burada yaxşıdır. Yumurta dəmsin. Ağlar soyanda, arılar qışa salxıma keçəndə demək olar qida ehtiyatını çox az işlədirlər. Amma havalar bu cür mülayim olanda, onlar da buradadır. Bu cür mülayim olanda arılar bu ehtiyatını çox istifadə edir. Yəni indi olmasa da iç baharda, yəni yazda azlıq təhlükəsi yarana bilər. Burada bir kiçik daş qoyuram ki, bəzən olur, yapışır bir-birinə, arılar gelib çıxa bilmir. Bu da 4 çərçivəlidir koloniya. Həmçinin bunda. Bu mənə bir dərsi var. Bundan sonra havama keş almayacağım. Yəni, hazırlaya bilirəm. Sözümü hazırlayıb verərəm. Hazırlaya bilməsəm də keşdir. Çünki kekin faydası var, amma keyfiyyətli keşdirsə. Keyfiyyətli deyilsə, arının ömrünü qısaldır daha da. Çünki arı parçalamaqdan ötürü enerji sərf edir. Nəticədə ömrü azalır arının. Ortadakı çərçivələrə baxaq. Arının bal ehtiyatı yaxşıdır, amma koloniya özü zəifdir. Yəni, burada kiçik bir yumurta sahəsi var. Başdakı çərçivə tamamilə baldır, bulaq çərçivə. Burada da bir yumurtalı çərçivədir. Az bir yumurta sahəsi var. Onlar da burada. Yani bunlar zayıf kolonilərdir. Güclü kolonilərin bunlardan yəni belə də fərqlənmir. Keçən il mən 2 mərtəbədə arı qışlatmışdım. Təxminən 12-13 çərçivəli arı qışlatmışdım keçən il. Yəni bu aylarda, bu vaxtlarda 12-13 çərçivəli arı. Yəni o gücdə arılarım var idi. Amma bu genel həddindən artıq çox oldu. Mən öz səhvim də oldu, gəniyə qarşı mübarizə apararkən düzgün vasitələrdən istifadə etmədim. Keçən il koloniyaya bu arada ildin geçəsidir. Bu arada keki demək olar ki. İçərisinə daş koymuştum bunun da. Ağzı bağlanmasın diye. İki, 4, 5 çərçivədə arıdır. Mən xatırlayıram ki, bunun 2 çərçivəsini blok çərçivəsini saxlamışdım. Şimdi baxaq, əsas 3 çərçivəyə görə burada vəziyyət necədir? Bal ehtiyatı normaldır. Bu yumurtalı çərçivədir. Birinci çərçivə, birinci yumurtalı çərçivə. Anar da buradadır. Bu sizə də demək olar, yumurtalardan dağlar çıxıb, anar yenidən yumurta atıb. Hal-hazırda təbiətdən çox gözəl seytoz gəlir. Havalar xoş olduqca arıları görmək olar. Həmçinin burada çox gözəl seytozu var, həmçinin yumurta var. Bunlar 2 çərçivədə bu arının yumurta sahəsi var. Çox gözəl. Keçək növbəti koloniyaya. Bu koloniyada ölüm keçəsidir. Bunda vəziyyət necədir? Bu arada kekin 60% gibi təxminən. Həddindən artıq çox qırıntı bıraxır bu kek. Həddindən artıq. Keş lifonlu şəkərdə qırıntı bırakırsa məncə arı qırıntıları daşıyıb çölə tökməyə çalışır. Yəni yeyib bitirə bilmir.
ballı polenli çerçeve yumurta yoktu burada. Arı havalar soğudukça artık yumurta sahnesini çiçelir. Böyle bu bir adet yumurtalı çerçeve. Bol ehtiyatda normal yerinde. Yani bu araya hiç bir besleme elemeye ihtiyaç yoktu. Ta yaza kadar. Mart ayına kadar yani ihtiyaç yoktu. Blok çerçevelerde yerindedir. Zayıftır ama ancak ışık çıkabilir. Bir kadar da sıklaştırmak olar. Götürmek olar bu çerçeveleri ama ihtiyaç görmürəm. Çünkü ben vaxtım yoktu arılara bakmağa. Yani başka şeyden yok. Arılarım acından ölsə bunlar için çok kısa var. Ona göre yem ehtiyatını bazardan beri çok saklayırım. Yem ehtiyatı az olanları da ballı şerbet vereceğim. Kolonyada bu ilin bölmesidir. Ben bildiğim kadarıyla bu arının da yem ehtiyatı kifayet kadar olmalıdır. Orta çerçevelere bakaq. Burada az bir yumurta var. Bal ehtiyatı çok güzeldir. Burada da yumurta yerinde, bal ehtiyatı da normal. Bu arada hatta divar çerçevesinde böyle yumurta var idi. Çok güzel. Anar burada da arının yumurtası var. Bal ehtiyatı var. Yani bu arıya hiç lazım değil. Keş böyle buna artıqdır. Keşin ağzını açmaqla sarıcı arılar hücum edir. Güzel. Burada da duvar çerçevesinde arılar doğulup anar yerinden yumurta atıp. Həmçinin bu tərəfə də. 3 çerçevede yumurtası var. Yaxşı demək olar. İndi sizə çox zəif bir koloniya göstərəcəm. Hansı ki koloniya heç bir çerçevəni tutacaq koloniya deyil. Bu arı həddindən artıq zəif arıdır. Yani arını yıksan üst üste bir çerçeve elemez. O derecede. Hatta bir ara anar yumurta tamamıyla kesti. Hakikaten yumurtası var yoksa yok. Bana da maraqlıdır. Bu arada dıştan çıkabileceği yoksa yok. Burada çok küçük bir yani yumurta yeri var. Anar ya kıyıp birleştirmeyi de istemiyorum. Arını beləcə sağına bırakmak istedim. Görün lezzeti ne olacak. Yani dıştan çıkabileceği yoksa yok. Ben bu bir kolonyanı bir video çekmiştim. Güçlü bir kolonyanın üzerine yerleştirdim korpusta. Ama orada vəziyyət yaxşıdır, necə yaxşıdır. Kolonya sağdır, anar sağdır yerindədir ama yumurta atmış. Korpusdan havalandırma dəliyindən sarıcı arılar yenə də onu ısıtmaya başladı. Yani kolonyaya hücum etmeye başladı. Yani normal yeşilde olduğuna hiçbir farkı olmadı. Sadece ben onu istiliyə göre kesilmiştim. Hal-hazırda sarıcı arılar bir qədər sənciyib azalıb. Ama bakın aslan kimi yenə gəlirlər. Benim için de maraqlı ki bu arılar dıştan çıkabilecek yoksa yok. Bu zayıf kalanlar. İnşallah çıksalar paylaşalım.